Şotlandiyada yerləşən Laksnes gölü ilə bağlı əfsanə bitmək bilmir. Daha dəqiq əfsanəvi canavar hekayəsi yenidən gündəmə gəlib. Gölün cənubundakı Shorland Lakses yaxınlığında yerləşdirilən web kamera tərəfindən qeydə alınan yeni görüntülər böyük marağa səbəb olub. Videoda suyun səthində görünən iki ayrı ağ su dalğası göldə bir yox, iki fərqli canlı ola biləcəyi ehtimalını gündəmə gətirib. Laksnes canavarı üzrə ixtisaslaşmış bəzi ekspertlər görüntülərin uzaqdan çəkildiyini nəzərə alaraq canavarlardan birinin təxminən 3,5 metr, digərinin isə 5,5 metr uzunluğunda olduğunu bildirirlər. Bu yeni iddialar Böyük Britaniya, İrlandiya və Şotlandiya mətbuatında geniş əks-səda doğurub. Xüsusilə də yay mövsümünün yaxınlaşması ilə Laksnes ətrafında otellərə tələbatın artacağı gözlənilir. Britaniyalılar üçün Laksnesdə canavar axtarmaq demək olar ki, bir milli ənənəyə çevrilib. İndi bu axtarış yalnız bir canavara deyil, bəlkə də iki sirli varlığa yönələcək.